Bismillahirrahmanirrahim ve bihi nesta'in. İnnehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala a'daihim ecmain. Minel an ila liqai yevmiddin nehmeduhu ve nesta'inuh. Rabbi şrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Sadaqallahul aliyyul azim. Allah İbadet saatimizi kabul eləsin. Allah oruç namazımızı kabul eləsin. Allah bu ayın bərəkətin, rəhmətin, məğfirətin bizim halımıza şamil eləsin. Bizi bu ayda əli boş çıxanlardan qərar verməsin inşallah. İltimas eləyənlərin dualarını qəbul eləsin. Xəstələrimizə şifa versin. Allah çətinlikdə olanlarımıza tezlikcə kömək olsun inşallah. Allah Muhammed, Ali Muhammed xatirinə bizi həqiqi oruç tutanlardan qərar versin. Allah bizi Peyğəmbər əhl-i beyti ilə məşhur eləsin inşallah. Ağa İmam zamanı zuhurun təzil eləsin. Bizi dağanı tanıyıb, ona kömək olub, onun qarşısında şəhid olanlardan qərar versin. Bugünkü günün duasını inşallah oxuyaq. Bismillahirrahmanirrahim. Allahümmə əcəlni fihi minəl mütəvəkkilinə alik və əcəlni fihi minəl faizinə və ec'alni fihi minəl muqarrabin ileyk ya bi ihsanikə ya gayətə talibin. Deməli, Allahümmə ec'alni fihi minəl mütəvəkkilinə ileyk. Allah, məni bu ayda, bu gündə sənə təvəkkül eləyənlərdən qərar vercinən bu duanın əvvəli ilə birinci kəlməsi insana bir ömür bəs eləyən bir dənə əməldir, düşündürən bir dənə əməldir. Və insan təvəkkülün vasitəsilə və aləllahi fəlyətəvəkkəlül müminun. Allah Qur'an-ı Kərimdə dəfələrlə deyib mənə təvəkkül elə. Hədislərdə var Allaha təvəkkül eləyin və Allah Teala müminlər deməli Allaha təvəkkül eləyərlər. Yəni müminlərin Qur'an-ı Kərimdə gələn sifətlərindən də biri Allaha təvəkkül eləməklidir, təvəkkül əhli olmaqdır. Yaxşı, və aləllahi fəlyətəvəkkəlül müminun. Allah Teala'ya təvəkkül eləyərlər müminlər. Məsələn, bəhslərdə, söhbətlərdə var. Həzrəti İbrahimi o məqama çatdıran onun təvəkkül məqamı idi ki, Allaha o qədər təvəkkülü var idi, Allaha o qədər etimadı var idi. O odun alovun içərisində arxayın oturmuşdu, rahat oturmuşdu. Hətta Cənab Cəbrəil gəldi, hələ ki hacətun, ya İbrahim, sənin bəlkə bir şey ehtiyacın var, nəsə bir köməkliyə, narahatçılığın var. Bizim biri narahatçılıq olanda, birinin başına bir hadisə gələndə gedirik, yıxışırıq ətrafına, belə təskinlik veririk, ondan sonra belə müraciət edirik, nələrsə təklif edirik. Burada qorxma, məsələn, əlimizdən gələn nə var, eləyək filan. Onu biz eləyirik, gözdə yaxşı da işdir. Amma məsələn, biz də onun kimi aciz bir dənə adamıq. Amma Həzrəti İbrahim əvvələn vəziyyəti çox fərqli idi. O ki, insanlar bir mümin cəmiyyətdə, dindar cəmiyyətdə yaşayırlar. Dururlar, məsələn, salam verməyə bir Allahı tanıyan adam var. Oturub durmağa Allahı tanıyan adam var. Qohum olmağa Allahı tanıyan adam var. Alver eləməyə Allahı tanıyan insanlar var. Bu özü bir dənə böyük nemətdir cəmiyyət üçün. Fərq eləmir, namaz qılan olsun, namaz qılmayan olsun, Allahı tanıyırsa, bu özü böyük bir dənə nemət. Həzrəti İbrahimin zamanında elə bir vəziyyət idi. Həzrəti İbrahim bir nəfər adamı tapmırdı ki, o Allahın, o Rəbb-ü səmavatı və lərz olan Allahın adını çağırsın. Ona görə də Allah Teala onu imtihan elədi. Həzrəti Cənab-ı Cəbrəil gəldi, bir dənə subbuhun, quddusun deməklə bütün var dövlətinin hamısını verdi. O qədər aşiq idi bir nəfər, onun Allahın adını çəksin, bu da onu eşitsin. Və o vəziyyətdə də tək idi. Heç kim gəlib Həzrəti İbrahimə demədi ki, sənin bəlkə bir nəyəsə ehtiyacın var. Heç kim Nəmruda qınamadı ki, sən namərdlik eləyirsən. Cəmiyyətdə bir nəfər durub demədi ki, məsələn, bu iş düzgün iş deyir, bu cavan adamdır, pak adamdır, oğurluğun görməmişsiniz, ondan sonra pis işin görməmişsiniz, birinə ziyanın görməmişsiniz. Bu əqidəsinə uyğun hərəkət edir. Biri büt satır, ondan çörək yeyir, ondan sonra necə deyim, ona sitayiş eləyir, taxça parçasına, nə bilim, biri aya, biri ulduza. Bu da
hələ əl-əuzu billah, əl-əuzu billah, onlardan ən azı hesab eləyən biri, ya da ki, heç hesab eləməlidir. Yəni, heç müqayisəsi batildir. Bu da bir dənə varlığa sitayiş eləyir ki, sizinkilər görünür, göz qabağındadır, onun eybi də göz qabağındadır, nöqsanı da göz qabağındadır, pisliyi də göz qabağındadır, hərəkətsizliyi də göz qabağındadır, heç nəyə faydasının olmamağı da göz qabağındadır. Amma bunun sitayiş elədiyi, bunun əqidə bağladığı bir Allah ki, deyir görünmür və görünməyəcək, siz onun barəsində bu qədər niyə söz, hətta onu siz inkar da elə söz belə, onun nöqsanlarını çıxardıb ortalığa. Taxta parçası deyə bilmirsiniz, əldə düzəlmə deyə bilmirsiniz, ondan sonra nə bilim möhtac deyə bilmirsiniz. Hələ bir fikirləşin. Bunu fikirləşməyə əvəzinə hamı Nəmruda ləbbeyk dedi, Həzrəti İbrahimi atdılar ota, o qədər ki, o belə deyiləsi bir haldadır. Və heç kim də köməklik eləmədi, heç kim də Nəmrudu qınamadı, heç kim də belə deyək də bu işə pis iş demədi. Amma Həzrəti İbrahim öz aləmində, öz zövqündə, öz razı niyazında, Allah ilə zikrində və dediyim kimi biz gedib bir xəstəyə kiməsə bir təklif eləyəndə bir şeyə ehtiyacım var, o nəsə bizə deyir. Amma Cənab-ı Cəbrəil kimi Allahdan aşağı yeryüzünün idarəçiligində filanında bəsməkəndə demir ki, Allah Teala hamısını ona tapşırıb da şədidül quvadır. Quranda deyir ki, Əlləməhü şədidül quva Peyğəmbərə çox qüvvətli bir dənə müəllim gətirirdi, vəhiy öyrədirdi. Həmin adam, həmin varlıq, həmin mələkədir Həzrəti İbrahimə deyir ki, həlləka hacətun, ehtiyacın var, deyir və əmmə iləykə fəl. Ehtiyac içindir. Bir adam bir dənə cəmiyyətdə tək qala, bir adam bir dənə cəmiyyətin hamısının düşməni ola, ya başqa cürə deyək, cəmiyyət o qədər çirkinləşə, o qədər pisləşə, o qədər üfunətləşə ki, bir nəfər Rəbbunallah deməklə onu oda atır, hamı da durub əl çalır, hamı da durur fit verir, oynayırlar, rəqs eləyirlər. Nədir? Düşmənə qalib gəlmişik. Düşmən kimdir? Düşmən 14-15 yaşında bir nəfər uşaq, cavan. Yaxşı, bu belə bir vaxtda ehtiyatsız adam olar, ehtiyacım çoxdur. Amma iləykə fəla, sənə yox, sənə yox. Cənab-ı Cəbrəili yanından qaytaran adamın təvəkkülü nədir? O dərəcədədir ki, Allaha etimadı o dərəcədədir ki, Cənab-ı Cəbrəili qaytarır geri. Odur ki, ya naru kunu bərdən və səlamə əla İbrahim. Allah əmr elədi, od sön və sağlam ol, gözəl ol İbrahim üçün. Sön külün qalmasın, sön tozun qalmasın, sön belə qaralığın qalmasın, sön gülün qalsın. Sön gözəlliyin qalsın. Allah belə Allahdır. Allaha etimad edən var. Dünyada insan nə iş görür belə gözəlliklər, gül əkir yanında tikanı çıxır, nə bilim ocaq qalır yanında külü çıxır, nə bilim nəsə eləyir bir böhründə, nəsə bir iş görür böhründə bir dənə nəsə də tullantı bir şey çıxır. Yaxşı, amma Allahın görürsünüz işin, Allah o boyda ocağı, o boyda odunu, o boyda məsələn, orada nə tökmüşlər yanmağa, odun idi də belə. Ondan zərrə qədər nə kül qaldı, nə heç nə qaldı. Gül, çiçək, bağça, o külü, o odunu, o közü, o alovu gülə, çiçəyə, bağçaya döndərən kim idi? Allah. Allahın o işi o cürə eləməyinin səbəbkarı kim idi? Həzrəti İbrahim. Həzrəti İbrahimin nəyi idi? Həzrəti İbrahimin təvəkkülü. Allaha ibadət, itaət eləyib, gəlib o təvəkkül məqamını qazanıb və orada onu o formada nə eləmək idi? Emal eləmək idi, icra eləməli idi ki, gəldi o vəziyyətə çıxdı. İndi biz də bu günləri Allahdan istəyirik ki, Allahümmə cəlni fihi minəl mutəvəkkilin əleyk. Allah bu gün də bizi sənə təvəkkül eləyənlərdən qərar verir. Amma həqiqi təvəkkül, o ki dilimizdə deyirik, Allaha təvəkkül. Allaha təvəkkül elə deyirik, elə bu başdan deyirik ki, yox, Allahlıq bir iş yoxdur burada, əl-əuzubillah. Amma etimadla, möhkəm, qəşəng, əqidə ilə Allaha təvəkkül deməli, Allaha təvəkkül. Yoxsa Allaha təvəkkül eləyib bir rəngində şək gəzdirəsən, görəsən olacaq, olmayacaq, yox. Allaha təvəkkül deməli həqiqətən.
O cür. Vəcəlni fihi minəl faizinə. Allah bizi bu gecədə feyzə yetişir, bu gündə, bu ayda feyzə yetişənlərdən qərar ver. Vəcəlni fihi minəl müqərrəbinə eləyik. Allah təvəkkülün ardıcan təvəkkül deyir, dahi müqərrəblik gələr də. Allah bizi müqərrəblərindən qərar ver. O sənə yaxın, o məqam ki, dahi ində məlikin müqtədir də behişt məqamları. Ki, dünyada bizə o məqamı ver. Bi ihsanikə ya qayətə talibin, arzu eləyənlərin, istəyənlərin son hədəfi olan Allah, bunu sən öz ehsanınla mənə elə, ehsan elə bunu mənə. Niyə ehsan elə? Çünki axı, mən o cürə əməl eləyə bilməyəcəm, mən o cürə ixlası yarada bilməyəcəm, o cürə təvəkkülü yarada bilməyəcəm. Ömrümün çoxu gedib, hadər, ondan sonra bihudə, ondan sonra dünya ilə başım qarışıb, biraz nə bilim var dövlətlə başım qarışıb, biraz oğul uşaqla başım qarışıb, biraz nə bilim dünyanın çətinlikləri olub, biraz asayişlər olub. Mən də çoxunu itirmişəm bunların. Mən Həzrəti İbrahim kimi elə durum, sıfırdan başlayayım, gəlim o yerə çıxım, biraz mən oraları çoxdan keçmişəm. Dala qayıdıb başlaya bilmərəm. Bundan sonra da ki, sıfırlayıb başlasam, çata bilmirəm. Allah, bunu mənə sən neynəcəklə ehsan elə, bir ehsanikə. Bunu mənə ilahi ehsan elə. Allah onu bizə inşallah ehsan eləsin. Dünənləri o ayələrimizin axırında dedik ki, insan təmənna eləyəcək ki, qiyamətin günündə onu övladın versin, ailəsin versin, qohum əqrabasını versin, yer üzündə hər nə varsa versin, sümmə yunci, sonra nicat tapsın, dedik ki, Allah Teala buyurdu ki, yox, innaha ləzza, bu cəhənnəmin odudur, bu yandırmaqdır xasiyyəti. Buna bayaq dedik, Allah döndərib Həzrəti İbrahimə Gülistan eləyə bilər. Sən bu cəhənnəmin odunu söndürməkdən ötürü bayaq danışdıqlarımızı tətbiq eləyə bilərsən. Amma sən ki, gəlib bu vəziyyətdə daxil olmuşsan, bura qiyamətə, burada o iş alınmayacaq. Onu dünyada söndürə bilərdin. O işi dünyada görə bilərdin. Amma bu ki, gəlib girmişsən bura, burada da o işi görə bilməyəcəksən, qayda bilməyəcəksən, nə də söndürə bilməyəcəksən. Onu da deyə bilməyəcəksən, yox bilməmişəm, niyə? Çünki bilmirsən. Əli əleyhissalamla bir də kəlam var. Hədisi qudsidir. Deməli, Allah Teala'nın kəlamlarındandır. Səhv eləmirəmsə ki, Əli əleyhissalamdan gəlib bu söhbət çatıb bizə. O deyir ki, insanların hamısı hər şey bilir, təqribən demək olar da belə. Niyə? Deyir, insanlar fərəhlənir. Fərəhlənən niyə fərəhlənir? Bilmir ölüm var. Əcibtül mənə əygənə bilmut keyfə yəfrə. Təəccüb eləyirəm insana ki, ölmə yəqini var, keyfə yəfrə. Necə fərəhlənir? Başqa cəhənnəm də olmasa, beyiş də olmasa, o biri dünyada olmasa, ölümü ki, sən görürsən. Ölümü ki, sən görürsən, necə fərəhlənirsən? Və əcibtül mən əygənə bil hesab keyfə yəzmə'ul mal. Təəccüb eləyirəm adama ki, ölümə yəqinliyi var, o necə mal toplayır. Burada dedik ki, və mənfil kəlla innəhə ləzza nəzzahətən lişşəva. Bunun ömrü dünya malı toplamaqla keçib. Dünya malı toplamaqla keçib. Sən dünya malını toplayanda qəbri görmüşdün də, ölümü görmüşdün də. Əcibtu limən əygənə bil qərb keyfə yəzhək. Əcibtu limən əygənə bil hesab keyfə yəzmə'ul mal. Sən bilirdin də hesab kitab olacaq. Necə bu var dövləti toplayırdın? Və əcibtu limən əygənə bil muvt bil qəbr keyfə yəzhək. Təəccüb eləyirəm bu insana ki, bu qədər bunun ölümü, qəbrə, qəbrəstanlıqdır, az qalır yer üzünün çoxu. Qəbrəstanlıqdır yer üzünün çoxu. Bu necə yəni sənin qəbrə yəqinin yoxdur? Və necə bu dərəcədə də gülürsən? Və əcibtul mən əygənə bi zəvalı dünya keyfə yətməniylə. Təəccüb eləyirəm o şəxsə ki, dünyanın zəvalına yəqinliyi var. Görür, dünya sökülür, dağılır, sökülür, dağıdır, aparır bir dənə. Böyük insanları, qolu güclü insanları, milyarderdir insanları gəmisi ilə batırır, ondan sonra var yoxu ilə batırır hamısını bir yerdə. Amma bu da elə işindədir. Təəccüb eləyirəm.
dünyanın zail olub getməsin, puç olub getməsin görən adamlara ki, necə də o dünyaya neynirlər? Arxain olurlar. Və əcəbtü limən əygənə bi bəqail axirə və ni'əmihə keyfə yəstəri. Təəccüb edirəm adama ki, həm axirətin bəqasına yəqini vardır, həm də onun nemətlərinin əbədi olmasına yəqinliyi vardır. Keyfə yəstərihu. Necə istirahət edir? Necə istirahət edir? Bu, bilir axirət 100%-dir, nemətləri də daimidir və bilir ki, axirəti o neynəyəcək? Dünyada, axirəti dünyada qazanacaq və dünyada doludur axirət üçün işləməkdən ötürü. Dünyada doludur axirət üçün qazanmaqdan ötürü. İşləməlisən, qazanmalısan. Sən axirətin əbədi və nemətlərin əbədi olmağın bilə-bilə keyfə yəstərih. Necə istirahət edirsən? Allah bizi bəyəndiyi bəndələrdən qərar versin inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.